Salam şagirdlər, bugünkü dərsimizin izahı olacaq 2-ci Rus-Qacar müharibəsi. Bu müharibə 1826-1828-ci illərdə baş vermişdir. Baş vermiş döyüşlər bunlardır. 1826-cı il Şəmkir-Gəncə döyüşü, 1827-ci il Cavanbulaq və Sərdarabad döyüşü. Bu döyüşlərin hər birisində Ruslar qalib gəldi. 1814-cü ildə İngiltərə və Qacarlar arasında imzalanmış Tehran sülhünə əsasən İngiltərə Gülüstan sülhünün şərtlərinə baxılmasında Qacarlara kömək etməli, Qacarlar isə Hindistanla sərhədin təhlükəsizliyini təmin etməli idi. Müharibənin başlanması. Qacarlar dövləti müharibədə Osmanlı dövlətindən yardım almaq ümidində idi. Buna görə də 1823-cü ildə onlar arasında müqavilə bağlandı. Şimali Qafqazda dağlıq xalqları Rusiyaya qarşı müharibə apardığından və Rusiyada dekabristlər üsyanı baş verdiyindən Rusiya müharibə aparmaq istəmirdi. Rusiya Qarabağın və Lənkəran xanlığının bir hissəsini güzəştə getməyə hazır olduğunu bildirsə də, Fətəli Şah Qacar bu təklifi rədd etdi. Müharibənin başlanması. 1826-cı ildə Abbas Mirzənin ordusu Azərbaycanın şimal torpaqlarına hücuma keçdi. Onun planı Şuşanı ələ keçirmək, sonra isə Gəncəni və Tiflisi tutmaq idi. Qacar ordusuna Abbas Mirzə, Rus ordusuna isə əvvəllər Yevmolov, sonra isə Paskeviç rəhbərlik edirdi. Birinci Rus-Qacar müharibəsindən fərqli olaraq bu müharibədə keçmiş Azərbaycan xanları, misal üçün Gəncəli Cavad xanın oğlu Uğurlu xan, keçmiş Bakı xanı Hüseynqulu xan, keçmiş Şamaxı xanı Mustafa xan və digərləri iştirak edirdilər. Öz keçmiş xanlarının gəldiyini eşidən əhali onlara kömək məqsədi ilə üsyan qaldırdı. Üsyan ümumi xarakter daşıyırdı. Yəni, əhalinin bütün təbəqələri bu üsyanlarda iştirak edirdi. Nəticədə Gəncə, Lənkəran, Şamaxı, Şəki kimi şəhərlər Ruslardan azad edildi. Şuşa, Quba və Bakını azad etmək mümkün olmadı. Abbas Mirzə Şuşanı 48 gün mühasirədə saxladı. Bu, onun strateji səhvi idi. 1826-cı il Şəmkir və Gəncə döyüşlərində Ruslar qalib gəldilər. 1827-ci ildə Naxçıvan tutuldu. 1827-ci ildə baş vermiş Cavanbulaq və Sərdarabad döyüşləri İrəvan xanlığının taleyini həll etdi. İrəvan xanlığının işğalında ermənilərin xəyanəti də mühüm rol oynadı. 1827-ci ildə Azərbaycanın cənubunda yerləşən Maku, Xoy, Mərənd, Təbriz, 1828-ci ilin əvvəllərində Urmiya və Ərdəbil xanlıqları işğal edildi. 1828-ci il 10 fevralda imzalanmış Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan Rusiya tərəfindən ilhaq edildi. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Müqaviləyə görə Qacarlar Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verildi. Rusiya Qacarlar ərazisində diplomatik nümayəndəliklər və ticarət korpusları açmaq imkanı qazandı.